Lazer İngilis sözü olub, laser, light amplification by stimulated emission of radiation, məcburi şüalanma ilə işığın gücləndirilməsi mənasını verir. Bu söz 1957-ci ildə Gordon Gould tərəfindən istifadəyə daxil edilmişdir. Fiziki mahiyyəti məcburi şüalanmanın kvant mexaniki effektindən istifadə etməklə koherent işıq axınının alınmasından ibarətdir. Lazer şüaları olduqca böyük gücə sahib olan impuls xarakterli ola bilər. Bir çox konstruksiyalarda lazer qurğusunun elementləri başqa mənbədən yayılan şüaları optik gücləndirmə vasitəsi kimi istifadə edilir. Gücləndirilmiş siqnal dalğa uzunluğuna, fazasına və polarizasiyasına görə ilkin siqnalla üst-üstə düşür. Bu rabitə qurğuları üçün çox vacibdir. Adi işıq mənbələri, məsələn gözləmə lampası, işığı müxtəlif istiqamətlərdə böyük dalğa diapazonunda səpələyir. Lazer əsasən 3 elementdən ibarətdir. 1. Enerji mənbəyi, 2. İşçi gövdə, 3. Optik hissə, yəni güzgülər. Lazer rezonatorlar qurğuya daxil olmuş şüanı gücləndirilmiş mediumda müxtəlif istiqamətlərdə hərəkət etdirərək onların öz-özünə həyəcanlanmasını təmin etmək üçün tətbiq edilirlər. Rezonatorsuz qurğudan yalnız vurulmuş şüanı gücləndirici kimi istifadə etmək olur. Lazer rezonatorunda əsasən 2 güzgülər istifadə edilir. Lazerin tətbiqləri. Lazer yayılan gündən onun tətbiq sahələrini özü axtaran qurğu adı verilmişdir. Lazerin tətbiq sahələri çox genişdir. Onlar göz linzasının düzəlişindən tutmuş, nəqliyyat vasitələrinin idarə olunmasına qədər, kosmik uçuşlardan tutmuş, termonüvə sintezinə qədər geniş bir spektrdə tətbiq edilirlər. Lazerin elmdə və sənayedə geniş tətbiqinə onların unikal xassəti olan koherentlik, monoxromatiklik və yüksək şüa sıxlığı əldə etmək qabiliyyəti səbəb olmuşdur. Məsələn, lazerin koherentliyi onu bir nöqtəyə görmə üçün çox kiçik bir həddə cəmi 100 nanometr ölçüsündə olan diffraksiya həddi ilə üst-üstə düşən fokuslaşmağa imkan verir. Bu lazerlə yayılan qurğularda informasiyanı optik disklərdə, məsələn DVD-lərdə saxlamaq olur. Əgər səthlərdə hər hansı bir həndəsi fiquru naxışlamaq lazım gələrsə, burada da lazerin tətbiqindən istifadə edilir. Dəqiq maşınların işləməsində də lazerin köməyi ilə hissələri bir-birinə dəqiq uyğunlaşdırmaq mümkündür. Burada lazer ölçmə qurğularından istifadə edilir. Bu qurğular bir neçə metr böyüklükdə olan maşınların yalnız şüaların köməyi ilə problemsiz ölçülməsini reallaşdırır. Hərblər hədəfə buraxılmış mərmilərin idarə olunması məqsədi ilə yönləndirici lazer şüalarından istifadə edilir. Hətta lazerdən silah kimi də istifadə olunur. Ancaq lazer silahları sadə lazer olub, həddindən artıq böyük gücə malik olduqlarından onların tətbiqi çox əmək tutumlu və baha başa gələndir.